Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə işçiyə ödənilən müavinətin 14 günə qədər hesablanmış hissəsi müəssisə tərəfindən ödənilir. Yerdə qalan hissə isə Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənilir. Amma burada bir hal yarana bilər ki, Dövlət Sosial Müdafiə Fondu tərəfindən heç bir ödəniş olmasın və nəticədə bütün ödəniş, yəni əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə olan tam bir müddət ki var, indi onu misalla da izah edərik. Bu tam müddətə görə ödəniş müəssisənin öhdəliyinə çevrilsin. Yəni bunu müəssisə ödəməlidir. Bu hal ondan ibarətdir ki, müəssisədə tutaq ki, istehsalat qəzası baş verib və işçi də əmək qabiliyyətini itirib. Əgər burada təqsirkar müəssisə olarsa, artıq Dövlət Sosial Müdafiə Fondu tərəfindən heç bir ödəniş olmur və bütün ödəniş müəssisənin öhdəliyinə çevrilir. Misal olaraq söyləyə bilərik ki, tutaq ki, müəssisədə istehsalat qəzası baş verib və işçi xəsarət alıb, əmək qabiliyyətini yerinə yetirə bilmir. Aktla da müəyyənləşib ki, buradakı təqsirkar müəssisədir. Yəni müəssisənin laqeydliyindən, səhlənkarlığından yaranıb bu vəziyyət. Xəstəlik vərəqəsinə uyğun olaraq da işçi 20 gün müddətində öz əmək qabiliyyətini yerinə yetirə bilməyəcək. Əgər bu halda təqsirkar müəssisə olmasaydı, 14 gün müəssisə tərəfindən ödəniləcəkdi, yerdə qalan 6 gün isə Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödəniləcəkdi. Təqsirkar müəssisə olduğundan 20 günün bütöv hissəsi müəssisə tərəfindən tam bir şəkildə ödəniləcək.